Salam dostlar, havası xeyir olsun. Videonda başlığından gördüğünüz kimi Kapital Bankla bağlı bir çətinlik yaşamışam. Dedim ki insanlarımızı maarifləndirim. Nə qədər ki gec deyil, bundan xəbəriniz olsun. Geniş izahı videonun ikinci hissəsində izah edəcəm. Kimə maraqlıdırsa axıra kimi qulaq asa bilər. Qısası, yəni mənim maarifləndirməm budur ki, mümkün mərtəbə Kapital Bankdan Star kartı, taksi kartıdır, bunu almamağınız tövsiyə olunur. Çünki sizə aid olmayan borcu ödəmək məcburiyyətinə qala bilərsiniz. Ki mənim hal-hazırda düşdüyüm vəziyyət kimi. İndi mən geniş şəkildə izah edirəm. Kimə maraqlıdırsa qulaq assın. Bəlkə elə kapitalın da əməkdaşları qulaq asar. Bu problemi həll eləyərlər. Keçən illərim Star kart almışam və həmişə də Star kartdan istifadə etmişəmsə də dərhal onu ödəmişəm. Borcum yaranmayıbdır. Lakin bu ilin sentyabr ayında bir də baxdım ki 27 manat mənim borcum var. Yaxınlaşdım Xalqlar Dostluğu filialına. 12 sentyabr tarixində müraciət açıldı. Çünki orada xanım baxdı, mənim borcumun olmadığını gördü. Yəni borcum heç nədən yaranıbdır, bu kredit borcu. Dedi şikayət açmalıyıq, bunu araşdırsınlar, sizə geri dönüş eləyəcəklər. Qısası az qala bir ay vaxt keçibdir. Oktyabr ayının 9-udur. O müraciət hələ də bir bankda açıq qalıbdır. Şikayetimə baxan yoxdur. Dəfələrlə sosial şəbəkə üzərindən, mail üzərindən, bir bank üzərindən Kapital Banka müraciət etmişəm ki, həmin Star kartımda olan borcumun mənə əlaqəsi yoxdur, bunu həll eləyin, lakin həll eləməyiblər. Axırda təslim oldum, gəldim bugün o borcu ödədim. Deməli, gəldim gördüm ki artıq borcum olub 38 manat. Bəli, 37 manat 97 qəpik. Ödədim. Yəni sağ olsunlar, Xalqlar Dostluğu filialının əməkdaşları, Kapital Bankın əməkdaşları canla başla kömək elədilər. Onlara minnətdarlığımı bildirirəm. Onlarla bağlı bir problem deyil bu. Və dedilər ki, biz bəli, sənin kredit xəttini bağlayırıq, müqaviləyə xitam veririk. Amma gözləyin, bəlkə sizin lehinizə bir şey həll ola bilər. Yenə biz sizi məlumatlandıracağıq. Belə, amma hal-hazırda mən durduq yerə 38 manat ödəmişəm. Bəli, bu hadisədə sizin başınıza gəlməməsi üçün bir daha deyirəm ki, xüsusən müəssisələrimizə, iş yerimizə gələn Kapital Bank əməkdaşlarına tam da etibar etməyəsiniz, onların sizə təqdim etdiyi kartları da almayasınız. Xüsusən taksit kart və Star kartlara aiddir bu. Dinlədiyiniz üçün çox sağ olun. Ümid edirəm ki, bu sizin üçün əhəmiyyətli olacaq. Çox sağ olun.